Yaşamaq, yanmaqdır, yanasan gərək. Həyatın mənası yalnız ondadır. Şam əgər yanmırsa, yaşamır demək, onun da həyatı yanmağındadır. Xəzər dənizinin yaşarması onun səviyyəsinin qalxıb enməsindədir. Əgər o qalxıb enmirsə, Xəzər dənizi yaşamır. Bax, onun həyatıdır Xəzərin. Son illər Xəzər dənizi sahildən elə hey uzaqlaşır. O qədər uzaqlaşıb ki, artıq sahildəki tikililər, obyektlər və dəniz arasında böyük bir məsafə, ərazi var. Ümumiyyətlə, Xəzər dənizinin pasportu, mən deyərdim, onun səviyyəsinin daimi qalxıb enməsidir. Xəzərin səviyyəsi daimi dəyişir. Xəzərin indiki son dəyişmələrin əsas səbəbi onun su balansının dəyişməsidir. Yəni, ora gələn sularla gedən sular arasında əlaqə. Gələn sular 80%-ni təşkil edir yer üstü yağıntılı sular, çaylar əsasən. Burada da 80%-ə qədər də ki, bunun təşkil edir Volqa çayı. Bir də səthinə tökülən birbaşa yağıntılar, bir də yeraltı sular. Amma sətdən gedən məxaric hissəsi yalnız buxarlanma hesabınadır 95%, 5% də təxminən Qaraboğaz Qolub körfəzinədir. Mütəxəssislər deyir ki, Xəzər dənizində suyun azalıb artması təxminən 200 ildən bir baş verir və son illər azalma daha çox müşahidə olunur və bunun da təxminən 2050-ci ilə qədər davam edəcəyi gözlənilir. Yalnız həmin tarixdən sonra biz bunun əksini müşahidə edə bilərik. 100 illiklər ərzində dəyişmələrdə təxminən 500 illik bir periodik var ki, 200-250 il Xəzərin səviyyəsi düşür, bir o qədər də dəyişir. Son 200 ildə Xəzərin səviyyəsi bizim bu ərazidə 1805-ci ildə müşahidə olunur. Bax, o gündən bu günə qədər Xəzərin səviyyəsi enir. Bu günə qədər Xəzərin səviyyəsində 3 dəfə kəskin dəyişmə müşahidə olunur. 1830-dan 1977-yə qədər Xəzərin səviyyəsi 3,2 metr aşağı düşür. 1978-dən 1995-ə qədər Xəzərin səviyyəsi 2,5 metr qalxıb. 1995-dən bu günə qədər isə Xəzərin səviyyəsi enmə dövründədir. Bu təxminən 2,6 metr artıq aşağı düşüb. Ümumiyyətlə, dənizin geri çəkilməsi bütün fəaliyyətdə, bütün sahələrdə olduğu kimi bizim sahələrdə də müəyyən qədər iş fəaliyyətimizi çətinləşdirir. Dəniz əvvəl buradaydı, bizim durduğumuzun 15 metrliyində idi. İndi 150-200 metrə yaxın aralanıb. Dəniz uzaqlaşdıqca bizim restoranımızdan dənizin arasındakı məsafə itir. İstərsiniz müştəriyə də bu həmən effekti vermədiyinə görə, dəniz qırağı olmadığına görə bir balaca işimiz çətinləşir. Xəzər dənizinin sahilində hər hansı bir obyekt və yaxud da ev tikənlərə məsləhət görülür ki, dənizdə suyun səviyyəsinin artıb azalmasını nəzərə alsınlar. Çünki sahildə tikilən obyekt və yaxud da hər hansı bir ev, villa bir gün su altında qala bilər. Xəzərin səviyyəsi müəyyən müddətdən sonra qalxacaq. Əgər siz Xəzər sahilində fundamental tikinti işlər aparırsınızsa, müəyyən ki, 2040-50-ci ildən sonra onlar yenidən su altında qala bilər. Ona görə də onu nəzərə almaq lazımdır ki, Xəzərin bax, budur, bunun adı, məkanı var. Bu, Xəzərin təbiətin ayırdığı məkandır. Bax, bura girmək olmaz.